Şəhərlərin getdikcə böyüməsi yaşam risklərini də artırır. Buna görə də şəhər artıq sadəcə yaşayış məkanı yox, qlobal risklərin mərkəzi kimi qəbul olunur. Kim bu məsələlərin həllini daha yaxşı bacarırsa, demək onun iqtisadiyyatı da daha sürətlə böyümək imkanı əldə edəcək və əhalisi də digərlərindən daha yaxşı yaşayışa malik olacaq. Ona görə də hesab edirəm ki, ətrafda resurs ölkəsi kimi tanınan Azərbaycanın neftdən sonraki həyatı üçün bu beynəlxalq tədbirin böyük əhəmiyyəti olacaq. Onu deyim ki, bu tədbirdə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun çıxışında enerji səmərəliyi sahəsində konkret və ölçülə bilən nəticələrin əldə edilməsinin gələcək şəhərlərin əsas xüsusiyyətlərindən birinə çevriləcəyi fikri xüsusilə diqqətlə qarşılandı. Nazirin sözlərinə görə gələcəyin şəhərləri daha az enerji istehlak edərək daha yüksək dəyər yaradacaq. Bu prosesdə isə enerji səmərəliyi və yaşıl texnologiyalar həlledici rol oynayacaq. Nazir Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etməsinin, həmçinin 2050-ci ilədək xalis sıfır emissiyası hədəflərinin Azərbaycanın strateji baxışını əks etdirdiyini xüsusilə vurğulayıb. Növbəti il ümumi gücü 2 gigavata çatan 12 günəş və külək enerjisi stansiyası fəaliyyətə başlayacaq ki, bu da hər il təqribən 2,4 milyon ton istixana qazı emissiyasının azaldılmasına imkan verəcək, deyə nazir fikrini tamamlayıb.